mən həftənin 6 günü hər gün 8 saat işləyirəm. Bu düzgündürmü? Əmək qanunvericiliyində iş vaxtının növləri və tənzimlənməsi qaydaları əksini tapır. Qanunvericiliyə daha konkret desək, Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq olmamalıdır. Bir sıra iş sahələrində işin əmək şəraitinin xarakterindən asılı olaraq 6 günlük iş həftəsi də müəyyən edilir. Lakin həmin 6 günlük iş həftəsində də həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox ola bilməz. Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən iş vaxtından artıq işə cəlb edilmə işçinin razılığı və işə götürənin əmri ilə rəsmiləşdirilir. Əmək Məcəlləsinin 100-cü maddəsində qeyd edilib ki, hər bir işçi ard-arda gələn 2 iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə 2 saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. İşə götürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Xüsusilə onu da nəzərinizə çatdırmaq istəyirəm ki, əmək hüquqları pozulan şəxslər Dövlət Əmək Müfəttişliyi xidmətinə müraciət edə bilərlər.